5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Marneoli Bələdiyyəsinin Keşəlli kəndində Böyük kişi Vəliyevin xatirəsi yad edilib. Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatın sədri Səadət Zeynal qızı, İttifaqın Marneoli və Qardabani rayonlarından olan idarə heyətinin üzvləri, Böyük kişi Vəliyevlə çiyin-çiyinə çalışmış həmkarları və ailə üzvləri iştirak ediblər. İlk öncə Böyük kişi müəllimin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Daha sonra tədbir Böyük kişi Vəliyevin doğma evində davam etdirilib. Çıxış edənlər Böyük kişi Musa oğlu Vəliyevin Marneoli rayonunun Keşəlli kəndində doğulub boya başa çatdığını, onun uzun illər gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olduğunu bildiriblər. Böyük kişi müəllimin 30 ilə yaxın Keşəlli kənd məktəbinin pedaqoji kollektivinə yüksək peşəkarlıqla rəhbərlik etdiyini vurğulayıblar. Uzun müddət Böyük kişi müəllimin yanında həm direktorum olub, həm müəllimim kimi qəbul eləmişəm. Çünki bəzi o bəxtlar dediyimiz səliqə səhmanı, dərs demə qaydalarını çatdıra bilmədiyimi Böyük kişi müəllimdən öyrənmişəm. Uzun müddət mən Azərbaycanın ayrı-ayrı rayonlarında müəllim işləmişəm. Xətt Böyük kişi müəllim kəndimizə direktor gələndən sonra mən bu kəndə gəlmişəm. İlin axırına qədər də Böyük kişi müəllimdən çiyin-çiyinə burada məktəbdə işləmişəm. Ona görə də onun mənim yanımda, mənim də onun yanında çox böyük hörmətimiz olubdur. Allah rəhmət eyləsin, yeri nurla dolsun. Bugün 5 oktyabr Müəllimlər Günündə dəyərli bir şəxsiyyət, o zaman maarif xadimi Böyük kişi müəllimin xatirəsini anmaq üçün bu ailəyə gəlmişik. Böyük kişi müəllim sağlığında həm ailəsi üçün, həm nəsil kökü üçün, həm el obası üçün çox işlər görübdür. Xeyirxah əməllər carçısıdır. İnsan o çətinlikləri görə-görə bərkiyir və ətrafına işıq saçır. Böyük kişi müəllim, onun anadan olma tarixinə baxmışam, 44-cü ildə anadan olub. Yəni, o müharibənin qanlı, qadalı illərində. Deməli, bu böyük şəxsiyyətin uşaqlıq dövrü, o çətin bir dövrə düşür. Sözümün kökü ondadır ki, o çətinliyi görə-görə, o çətinliyin içində pişə-pişə, bax belə yüksəlib, böyük bir şəxsiyyət olub. Şəxsən tanış olmasam da haqqında çox eşitmişdim. Eşitmişdim ki, Keşəlli kəndində belə bir məktəb var. O məktəbin çox gözəl bir elm fədaisi, Böyük kişi müəllim var. Məkanı cənnət olsun, ruhu şad olsun. Bugün onun ruhu şaddır, mən inanıram ki. Çünki elə bir insan, arxasında gözəl bir ailə, gözəl müəllimlər, onu sevən müəllimlər varsa, deməli o insan yaşayır. Və mən inanıram ki, onu sevən müəllimlər yaşadıqca Böyük kişi müəllim də yaşayacaq. Böyük kişi müəllim haqqında çox danışmaq olar. Amma qısa onu demək istəyirəm ki, elmi üçün gözəl şəxsiyyət idi. İşlədiyi müddətdə, uzun müddət işlədiyi müddətdə heç kimin, 50 müəllimin heç birinin qəlbinə dəyməmişdi. Hamını dərs yükü ilə təmin eləmişdi. Elə bir şagird ola bilməzdi ki, məktəbdə 700 nəfər şagirdin elə bir şagird ola bilməzdi ki, bir nəfər şagirdi incitsək. Ya şagird sinifdə qalsın, ya şagird attestat almasın. Gözəl bir şəxsiyyət idi. Allah rəhmət eləsin. Ruhu şad olsun. Bugün çox sevinirəm ki, atamı belə bir əlamətdar gündə, müəllimlər günündə onun çiyin-çiyinə çalışdığı müəllim yoldaşları, Qardabanidən, Marneolidən müəllimlər onu yad etmək üçün bizim evə qonaq gəliblər. Onlar həm də qəbir üstündə ziyarət etdilər, çox sağ olsunlar. Mən hər birinizə təşəkkür edirəm. Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqına da öz adımdan təşəkkürümü bildirirəm ki, belə bir əlamətdar gündə mənim atamı yenə də necə ki, sağ ikən hər zaman dəyər verirdiniz, bir neçə diplomlarla təltif elədiniz, yenə də onu rəhmətə getməsinə baxmayaraq, yenə də onu yad edirsiniz. Bunun üçün sizə təşəkkür edirəm və həmçinin gələn qonaqlara.
Məlumat üçün onu da bildirək ki, Böyük kişi Vəliyev Gürcüstan prezidentinin şərəf ordeni ilə təltif olunmuş nümunəvi müəllimlərimizdən biri olub. O, 2023-cü ildə dünyasını dəyişib.